Görək Barcelonaya qarşı məsəl üçün onun üçün yaxşı sınaqdır. Barcelonaya qarşı Flick'in komandasına qarşı görək necə oynayacaq. Yenə də eyni sistemdə oynayacaq. Frenkie de Jong da getdi də 5-6 aylıq. Pedri qayıtdı, Frenkie de Jong getdi. 5-6 həftəlik üzr istəyirəm. Orada əvəz eləyirlər. Biri zədələndi, sağlan kimi o birisi zədələndi gedir. Sanchez'da təhvil təslim edir bunların arasında bildiyi. Yəni ki boş qalmasın. Neftçilərdə bəlkə bilən varsa, isti yataq deyilən bir termin var. Gecə ismini gəlir, yataqların sayı az olanda, gecə ismi növbəsi gəlir. Səhər növbəsi gedir işə, gecə növbəsi 10 yerində yatır, isti yataqdır. Bu De Jong'la da Pedri'nin yeri həmişə yatağı istidir. Biri durub o birisi əyləşir onun yerində. Rafinha da var hələ. Rafinha da zədələnir. Rafinha, Olmo, Rafinha qayıdır, Pedri qayıdır. İkisi qayıdır, ikisi gedirsə. Bir tək-tək. Bunlar sən dediyin kimi bir yerdə, yəni tək-tük oyunlarda işləyir. Sən dediyin kimi back to back'dilər elə bir. Smenlə işləyirlər.